Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sizinlə FES Akademinin kurikulum təlimçisi Pəri Firud qızı. Bu günlərim sizlərə çərçivə sənədində əlavə olunan stimula cavab nəzəriyyəsinin geniş şəkildə izahını verəcəyəm və çalışacağam ki, bu mövzunu elə dərs zamanı öyrənmiş olacaqsınız. Və müəllimlər, nəzəriyyəmizə keçməmişdən öncə istərdim ki, kursumuzun nömrəsini sizlərə xatırlatma edeyim. Hansı ki, bizdə aprel ayı üçün aprel sınaq qruplardan mövcuddur. Məsələn, bazanız mükəmməl səviyyədədirsə, sınaq işləyərək özünüzü daha da inkişaf elətdirə bilərsiniz. Eyni zamanda da bazası zəif olan müəllimlər də eyni qaydada irəli getmək üçün təbii ki, sınaqlar yəni olmazsa olmazımızdır da, insanı nə qədər irəli aparır. Sınaqlar vasitəsilə daha da belə deyim, bazanızı yüksəldə bilərsiniz. Daha sonra müəllimlər telefon nömrəsində qeyd edeyim sizlərə. Dərslər haqqında məlumat almaq üçün 055 527 25 99 nömrəsinə yaza bilərsiniz. Dəyərli menecerimiz sizə məlumat ötürəcəkdir. Daha sonra müəllimlər qayıdaq mövzumuza, nəzəriyyəmizə, hansı ki bildirdim sizə bu günlərim stimula cavab nəzəriyyəsini geniş şəkildə izah verəcəyim və dərsdə öyrənməyə, yəni çalışacağım öyrənəsiniz. Gəlin müəllimlər, elə buradan başlayaq ki, məsələn, evə daxil olmusunuz, ananız sevdiyiniz bir yeməyi bişirir və siz bunun qoxusunu hiss edirsiniz. Məsəl üçün, dolmanı və yaxud aşı, plovu bişiribdir. Bunun qoxusunu hiss elədiniz. Və yaxud hansı ki, mövsümü yaxınlaşır artıq, alçanı gördünüz. Necə deyim, alçanı, limonu görən zaman insanın, necə deyim, ağız suyu ifraz oluna bilər. Və yaxud evdə oturmuşsunuz, ananız, övladınız, həyat yoldaşınız qəfildən yüksək səslə danışdı və bu sizdə qorxu ola bilər. Yəni yüksək səs olduğuna görə qəfil atlana bilərsiniz də. Yəni insan buna reaksiya verə bilər, atlana bilər, qorxa bilər. Baxın müəllimlər, yəni qəfildən bir səs gəldi, biz atlandıq. Bu nədən irəli gəlir? Bu müəllimlər stimula cavab nəzəriyyəsinin bir hissəsidir deyə bilərik. Hansı ki, məsələn, sevdiyimiz bir yeməyin qoxusunu aldıq, ağız suyu ifraz olunur insanda və yaxud qəfil bir səs gəldi. Buna mən qorxu, həyəcan təşvişi çaldım da, belə deyək. Bu stimula cavab nəzəriyyəsinin bir hissəsidir. Yəni müəllimlər, daha sadə dillə desək, ətrafımızda müəyyən şeylərə, müəyyən hadisələrə xüsusi şəkildə reaksiya verməyimiz stimula cavab nəzəriyyəsinə aid edilə bilər. Yəni bunun bir səbəbi var, eyni zamanda da bir nəticəsi var. Yəni bu nə səbəbə baş verdi, nəticəsi isə nədir? Məsələn, gördüyümüz bir işə qarşı biz reaksiya verməyimiz stimula cavab nəzəriyyəsinə aid ola bilər. Bu nəzəriyyədə etdiyimiz bir çox şeyin niyə bu haqda düşünmədən etməyimiz izah etməyə kömək eləyir. Bədənimizin ətrafımızda olanlara, yəni dünyaya bir sözlə avtomatik olaraq cavab verməsi kimi də düşünə bilərik. Məsələn, isti sobaya insan toxunarmı? Qaynar sobadır, təsəvvür eləyin. Evdə yemək bişirmisiniz, soba qaynardır. Əlinizi həmin sobaya toxundurarsınızmı? Əlbəttə ki, xeyr. Nəyə görə? Çünki əliniz yana bilər. Yəni insan sobadan qaçır. Məsələn, qaynar bir şeydən uşağı biz hər zaman uzaq tutmağa çalışırıq. Nəyə görə? Çünki məsələn, körpə bir uşaq, hələ qanmaz bir uşaq, hansı ki biz Jean Piaget nəzəriyyəsinə də burada bir istinad edək. Hissi hərəkət olan mərhələdə bir uşaq bunu dərk etməyə bilər, toxuna bilər, amma ikinci dəfə artıq uşaq buna toxunmayacaqdır. Çünki uşaq zamanla bilir ki, bu qaynardır, soba qaynardır, çaydan olsun, qazan olsun, qaynardır, buna toxunmaq olmaz, əlimizi yandıra bilər. Və yaxud müəyyən bir mahnı eşitdiyimiz zaman həyəcanlanma hissi gələ bilər. Məsələn, gənclik dövründən, tələbəlik dövründən, uşaqlıq xatirələrimizdən hər hansı bir hadisə bizim yadımıza düşər bilər musiqi parçasından. Yenə də bu nədən irəli gəlir müəllimlər? Stimula cavab nəzəriyyəsinə görə bir nümunələrdir bu sadaladıqları.
Stimula cavab nəzəriyyəsinə nümunələr də qeyd etmişəm. Məsəl üçün, yüksək səs-küy baş verərsə, parlaq işıq gördüyümüz zaman, qaynar səthə toxunduğumuz zaman, tuş bir şeyin dadına baxdığımız zaman, qorxunc bir görüntü gördüyümüz zaman və yaxud telefon zənginin səsini eşidirik, yağış damcısını hiss edirik, yanğın siqnalını eşidirik. Məsələn, indi burada ilk olaraq yüksək səs-küy qeyd etmişəm müəllimlər. Stimul cavab nəzəriyyəsinə görə yüksək səs-küy varsa, burada nə ola bilər? Yüksək səs-küy varsa müəllimlər cavab olaraq məsələn reaksiya verə bilərik də buna. Qəfildən yüksək səs eşitdiyimiz zaman insan nə edir? Atlana bilər və yaxud qulaqlarını tuta bilər. Hansı ki, uşağın yanında yüksək bir səslə biz qışqıraraq məsəl üçün danışsaq, uşaq əlinin qulağına aparacaqdır. Yəni buna reaksiya verəcəkdir. Parlaq işıq var, gözümüzə toxunursa, əlbəttə ki, insan olaraq biz nə edəcəyik? Ya gözlərimizi yumacağıq və yaxud insan gözlərini qıya bilər bu zaman. Qaynar səthə toxun var, bunu hiss eləyirik. Əlimizi oradan uzaqlaşdırmağa çalışırıq. Tuş bir şeyin dadına baxdığımız zaman insan ağzı büzülə bilər və yaxud insan ağzını buruşdura bilər. Yəni bunların hər biri müəllimlər gündəlik belə deyim də baş verə bilən bir hadisələrdir. Həyatdan nümunələr çəkirəm və stimula cavab nəzəriyyəsinə də şamildir bunlar. Qorxunc bir görüntü gördük. Məsəl üçün, insan qorxduğu zaman nə edə bilər? Nəfəs darlığı yaşaya bilər, ürək döyüntüsünü arta bilər, səsində titrəmə ola bilər, insan qorxduğu zaman həyəcanlana bilər də. Yəni bu da qorxunc bir görüntü baş verən zaman insanın keçirdiyi, belə deyim, reaksiyadır. Telefonun zəngini eşidən zaman nə edirik? Telefonu açmaq istəyirik və yaxud məsəl üçün mən mətbəxdəyəm, telefon yataq otağındadır, qonaq otağındadır. İstəyirəm ki, telefonu gedim götürüm. Axı mən telefonun zəngini eşitmişəm. Ona çatmağa insan çalışır. Yağış damcısı hiss edirik. Nə edirik? Elə insanlar var ki, yağışın altında sevə-sevə gəzir, sevir yağışı. Elə insan da var ki, çətirini açır. Yağış siqnalını eşidən zaman nə edirik? Çıxış axtarırıq. Binanı tərk edirik. Məsəl üçün, bir binadayıq və yanğın siqnalının səsini eşitdik. Nə olacaqdır? Dərhal insanlar yaşadığı ərazini tərk etməyə başlayacaqlar. Çünki biz yanğın siqnalının səsini eşitdik. Bunların hər biri stimula cavab nəzəriyyəsinə aid olan nümunələrdir, müəllimlər. Hansı ki, bu səsləndirdiyim nümunələrin də banisi, yəni stimula cavab nəzəriyyəsinin banisi Edin Thorndike olmuşdur, müəllimlər. Thorndike nəzəriyyəsi öyrənmənin cavab və stimul arasında əlaqə vasitəsilə baş verməsini prinsipinə əsaslandırır və Thorndike'a görə öyrənmə, stimul və cavab arasında əlaqənin möhkəmlənməsinin nəticəsidir. Yəni cavab nə qədər güclənirsə, reaksiya ilə stimul arasında olan əlaqə bir o qədər möhkəm olur, müəllimlər. Və bu güclənmə dediyimiz müsbət və yaxud mənfi ola bilər ki, bu da gələcəyə müəyyən bir cavab olma ehtimalını artıra bilər və yaxud azalda bilər. Thorndike nəzəriyyəsində bəzi prinsiplər də var, müəllimlər. Hansılar bu prinsiplər? Gəlin bunları sizə izah verim. İlk olaraq təsir qanunudur. Daha sonra hazırlıq qanunu, məşq qanunu, çoxsaylı reaksiyalar qanunudur. Yəni Thorndike nəzəriyyəsində 3 əsas prinsip var ki, bunlar daha öndə tutulur. Ekranda da qeyd edeyim həmin prinsipləri, daha geniş şəkildə izah verim sizlərə. 4 qanunun hər birini ekranda qeyd etdim. Görə bilərsiniz. Təsir qanunu, hazırlıq qanunu, məşq qanunu və çoxsaylı reaksiyalar qanunudur. İlk olaraq təsir qanunundan başlayaq. Yəni təsir qanunu deyəndə nə başa düşürük, nə deməkdir? Təsir qanununun tərifini bizə belə verir ki, müəllimlər, müsbət nəticələrdən sonra gələn cavabların təkrarlanma ehtimalı daha yüksəkdir. Mənfi nəticələrin ardınca gələn cavabların təkrarlanma ehtimalı daha azdır. Yəni bunu Thorndike pişik üzərində təcrübə aparır və təcrübəsində də belə bildirir ki, qutulara yəni qapalı bir qutuya pişik yerləşdirirlər. Daha sonra isə Thorndike ora bir siqnal qoyur. Yəni düymə qoyurlar ki, pişik əlini həmin düyməyə toxunduğu zaman qutunun qapısı açılır və pişik yemək yeməyə gedir də, belə deyək. Ancaq
Pişiklər nə edir belə olan halda? Bir dəfə, iki dəfə axtarmağa başlayırlar ki, buradan necə çıxırıq? Məsəl üçün, təsadüfən bir dəfə toxunanda pişiyin əli toxunur düyməyə və qapı açılır. Bir dəfə, iki dəfə artıq pişik düymənin yerini bilir. Daha sonra bu davamlı, belə deyim də, pişik yeməyi görən zaman daha sürətli gedir, toxunur düyməyə, düymə açılır. Pişik isə yəni qutudan çıxır çölə, yeməyini yeyir. Yəni müəllimlər, Thorndike bunu təsir qanununda bildirmişdir ki, xoşagələn və təltif edici nəticələrə səbəb olan davranışların təkrarlanma ehtimalı daha yüksəkdir. Xoşa gəlməz və yaxud cəzalandırıcı nəticələrə səbəb olan davranışın təkrarlanma ehtimalı daha azdır. Və müəyyən bir vəziyyətdə qaneedici təsir yaradan cavabların həmin situasiyaya yenidən baş vermə ehtimalı daha yüksək olur. Narahat edici təsir yaradan cavablar həmin vəziyyətdə yenidən baş vermə ehtimalı azalır. Yəni təsir qanununda, məsəl üçün burada pişiklərə nümunə gətirdim, hansı ki bu Thorndike'ın apardığı bir təcrübə idi. Bunu pişiklər üzərində aparmışdı və pişiklərə də xaricdə görürlər yemək var. Pişik düyməni axtarır, tapır, gedir yeməyini yeyir. Yəni müəllimlər, əgər bu xoşa gələndirsə, daha sürətli baş verir. Əgər yox, burada mənfi bir hadisə baş versəydi, məsəl üçün orada bir xaricdə pişik üçün qorxulu bir şey olsaydı, bir təhlükə gözləsəydi, artıq pişik oradan xaric olmaq istəməyəcəkdi. Elə pişik deyəcəkdi ki, mən olduğum qutuda təhlükəsiz bir mühitdə qalım. Bu oldu müəllimlər təsir qanunu. İndi isə hazırlıq qanunundan danışaq. Hazırlıq qanununu da bizə bunu çatdırır ki, öyrənənlər öyrənmənin baş verməsi üçün fiziki və əqli cəhətdən hazır olmalıdırlar. Bura ac qalmamaq, xəstələnməmək və yaxud digər fiziki diqqəti yayındıran narahatçılıq keçirmək də yəni keçirməmək bura daxildir. Əqli cəhətdən öyrənənlər yeni bilik bacarıq əldə etməyə meyllidirlər, həvəsləndirmək lazımdır. Əgər onlar maraqlanmırlarsa və yaxud öyrənməklə qarşılaşdırırlarsa, qanun onların effektiv şəkildə öyrənməyəcəyini bildirir. Eyni zamanda müəllimlər, şagirdlər öyrənməyə hazır olmamışdan əvvəl müəyyən ilkin və bilik şərtlərə ehtiyac duyurlar. Əgər ilkin şərt, bilik yoxdursa, məlumatın əldə edilməsi də çətin olacaqdır. Hansı ki, hazırlıq qanununda bizə bunu çatdırır ki, məsəl üçün, indi hal-hazırda burada olan müəllimlər, məni dinləyən müəllimlərin demək olar ki, 50% MİQ imtahanına hazırlaşan müəllimlərdir. Bizə çatdırır ki, hazırlıq qanunu, yəni çalışın ki, vaxtı-vaxtında qidanıza fikir verin, çalışın, xəstələnməyin, vaxtında yatın, vaxtında durun, tapşırıqlarınızı həddindən artıq yükləyərək özünüzü, necə deyim, yormayın. Yəni, insanın səhhəti də çox önəmlidir də. Necə ki, biz bugünkü gündə MİQ imtahanına hazırlaşan müəllimlər MİQ-də uğur qazanmağa çalışırsa, təbii, bu önəmlidir hər birimizin həyatında. Eyni zamanda da sağlamlığımız bizim üçün bir o qədər önəmli olmalıdır. Yəni, insanın düşüncə tərzi, adekvat təməl yeni materialı səmərəli şəkildə mənimsəməsinə də imkan vermək lazımdır. Məsəl üçün, mən doğru qidalanmasam, vaxtında yatıb durmasam, öyrəndiyim bir o qədər effektiv olmayacaqdır. Yəni, burada təbii ki, yuxu rejimimizə, qidalanmamıza da fikir verməyimiz önəmlidir. Daha sonra müəllimlər məşq qanunundan danışaq. Məşq qanunu bəs bizə nəyi çatdırır? Məşq qanununda əlaqələr təkrar və məşq vasitəsilə möhkəmlənir. Bizə bunu çatdırır və tez-tez sınaqlar səhvləri düzəltməyə və yaxud bacarıq vərdişə çevrilməyə xidmət edir. Məsəl üçün, kurikulumu öyrəndik, daha sonra sınaq işləyirik. Nəyə görə? Öyrəndiyimizi daha möhkəmləndirmək üçün və yaxud keçdiyimiz mövzuları daha sonra qayıdırıq, təkrar öyrənməyə məşq edirik də, öyrəndiyimizi daha da möhkəmləndiririk. Məşq vasitəsilə öyrəndiyimiz daha yaxşı yadımızda qalır, möhkəmlənmiş olur. Bilik və bacarıqları məşq vasitəsilə gücləndirdikdə uzun müddətli yaddaşda, belə deyim, daha səmərəli olur, daha keyfiyyətli olur və unutmaq olmaz ki, müəllimlər, yəni bu cür əlaqələr praktik vasitəsilə aktiv şəkildə qorunur. Məsələn, mövzunu öyrənmişik, amma biz buna aid bir sınaq işləməmişik, təkrar etməmişik. Əlbəttə ki, yəni bu zaman insan unuda bilər. Yəni
insan əgər təkrar etməsə unutma baş verəcəkdir. Amma biz daimi olaraq təkrar etdikdə, sınaq işlədikdə, yəni əlavələr də işlədikdə təbii ki, bu insanın daha yaxşı yadında qalmışmış. Qanunu da bizə bunu çatdırır. Daha sonra çoxsaylı reaksiyalar qanunundan danışaq. Çoxsaylı reaksiyalar qanununda verilən stimula tez-tez çoxsaylı reaksiyalar olur və öyrənmə müvafiq reaksiya ilə stimul arasında əlaqənin gücləndirilməsi baş verir. Çoxsaylı reaksiyalar qanunu da bizə bunu çatdırır. Güman edirəm, stimula cavab nəzəriyyəsi, yəni qısa bir mövzudur, sizlərə də aydın olmuş oldu. Sağ olun, salamat qalın. Gələn mövzulara dək.